Müəllimlər, hər vaxtınız xeyir olsun. Bugünkü mövzu izahımız rəqəmsal vasitələrdir. Bilirik ki, bu tədrisdə rəqəmsal vasitələr kurikulum çərçivə sənədinə yeni əlavə olunan mövzulardandır. Və ümumi olaraq bildirmək istəyirəm ki, əslində bu mövzu həqiqətən də əlavə olunmalı olan mövzulardan biri idi ki, hal-hazırda gündəlik təhsil sistemində, gündəlik ümumiyyətlə tədrisdə istər müəllimlər, istərsə şagirdlər bu vasitələrdən aktiv şəkildə istifadə edirlər. Və hansı ki, bunlar bizə həqiqətən də sözün əsl mənasında bir çox məqamlarda köməklik göstərir. İndi hər birinin öz üstün tərəflərini, öz məqamlarını sizinlə bir-bir burada bölüşəcəm. Bir-bir sizinlə hamısını aydın şəkildə göstərəcəm. Və ümumiyyətlə tədrisdə rəqəmsal vasitələr, tədrisdə belə deyək, rəqəmsal süni intellekt, bunların hər birinin bizə müəyyən məqamlarda hansı məqamlarda kömək olduğunu açıq şəkildə indi görəcəksiniz. Ümumiyyətlə baxın, tədris və sinif idarə etməsi var ki, burada bizə Google Classroom-u verir, oyun əsaslı verir, quizlə Kahoot-u verir və content dizaynında ChatGPT və Canva-nı bizə nümunə kimi göstərmiş olur və hər birinin özünə məxsus ayrı-ayrı xüsusiyyətləri var. İndi onların hər birini sizinlə diqqətlə baxacaq. Baxın, deyir ki, burada Classroom, Canva və ChatGPT materialların tapşırığı, Canva materiallarını Google Classroom tapşırığı kimi paylaşmaq olur. ChatGPT-də deyir, test tapşırığı hazırlayıb Kahoot və ya quizi yerləşdirmək olur və ümumi olaraq deyir ki, quizləri dərsdə və ev tapşırığı kimi istifadə etməkdə olur. Və bunların hər birinin ümumi olaraq bu şəkildə sizə yox, ayrı-ayrı situasiyalar şəklində sizə bunu salırlar suallarda və bu sualları da əldə etmək istəyirsinizsə dərslərimizə qoşularaq eyni zamanda 055 270 51 25 nömrəsinə yazaraq bu tipli sualları əldə edə bilərsiniz. Gəlin indi bir-bir bunların mahiyyətinə baxmış olaq. Baxın, deyirik ki, əvvəlcə baxırıq nəyə? Google Classroom-a. Google Classroom nədir? Google Classroom dərsin idarə olunmasında və tapşırıq vermədə mükəmməl bir üsuldur. Yəni, rəqəmsal vasitədir. Və bu rəqəmsal vasitə deyirik ki, şagirdlərin qiymətləndirilməsində, tapşırıq verilməsində, bir də vurğulayıram ki, dərsin idarə olunmasında mükəmməl bir üsuldur və əsas deyirik ki, biz burada əsas üstünlüyü ondan ibarətdir ki, biz bura tapşırıqları, resursları, PDF-ləri, linkləri, şəkillərin hər birini rahatlıqla yükləyirik və burada şagirdlər istənilən vaxtda daxil olub, həmin o linkə, mətnə, slayda, PDF-lərə daxil olub materialları işləyə bilirlər və gözlərinin qarşısında olmuş olur. Şagirdlərin işləri də burada vaxtında izlənmiş olur Google Classroom-da. Və bu elə bir proqramdır ki, burada avtomatik qiymətləndirmə də var. Eyni zamanda Google Classroom-da şagird-müəllim diskusiyası mövcuddur ki, burada müəllimlə şagirdlər müəyyən şəkildə bir-biri ilə əlaqə saxlayıb ünsiyyət yarada bilirlər. Eyni zamanda deyirik ki, burada diferensial təlim üçün tapşırıq qrupları da yaradılır ki, əgər müəyyən qədər çətinlik çəkən şagirdlər varsa, zəif şagirdlər varsa, onlar üçün biraz asanlaşdırılmış tapşırıqlar, fərdiləşdirilmiş tapşırıqlar hazırlanır ki, şagirdlər də həmin tapşırığı edərək daha doğrusu yəni biraz inkişafa doğru meylənmiş olurlar. Faydası ondan ibarətdir ki, dərs materialları burada sistemləşdirilmiş şəkildə olur və valideyn nəzarətinin təşviqi var ki, burada valideyn ətraflı şəkildə uşağa nəzarət edə bilir və ən əsası da təlim nəticələrinin izlənməsini asanlaşdırır ki, bizim gözümüzün qarşısında olur. Biz təlim nəticələri rahatlıqla izləyə bilirik. İkinci gəlir bizim hansı ki, Kahoot. Kahoot əslində maraqlı bir üsuldur. Sadəcə Kahootdur, ümumiyyətlə bu digər üsullardır. Çox yerdə internet problemi olduğu üçün bunu həyata keçirmək olmur. Amma Kahoot çox maraqlı bir sistemli və oyun əsaslı öyrənmədir. Testlərdə qarşınıza oyun əsaslı öyrənmə kimi çıxacaq ki, hansı ki, deyəcək oyun əsaslı öyrənmədir və quizdə oyun əsaslı deyə bilər. Amma desək ki, məsələn, sürətli qiymətləndirməni təmin edir. Hansı ki, biz burada şagirdləri sürətli şəkildə qiymətləndiririk. Bu sürətli şəkildə qiymətləndirmə qarşımıza çıxsa, biləcək ki, Kahootdadır. Çünki Kahootda avtomatik şəkildə
Orada cədvəl üzrə şagirdlərin balları, şagirdlərin cavab verdiyi sualların sayı, düzgün sayı hamısı orada göstərilmiş olur. Və Kahoot-da biz MİQ-ə hazırlaşan zamanda riyaziyyat fənnindən də istifadə edirdik. Orada işlədiyimiz suallar, bölmə ərzində işlədiyimiz suallar və yaxud da yeni materiallar qarşımıza çıxdıqda onu Kahoot vasitəsilə edirdik və lövhədə də bizə görünürdü ki, kim neçəsinə düzgün cavab verib. Yəni avtomatik şəkildə proqram özü qiymətləndirmiş olur. Kahoot dedik oyun əsaslı öyrənmədir və oyunlaşdırma olduğu üçün uşaqlara belə deyək ki, daha çox maraqlı gəlir. Eyni zamanda Kahootda dərslər interaktiv şəkildə keçir və əsas funksiyası fərdi və qrup oyunları təşkil etməkdir. Və biz burada bölmə üzrə və yaxud da mövzu üzrə tapşırıqlar hazırlaya bilərik və bu tapşırıqlar Kahootda deyirik ki, bir dəqiqə üzr sayın. Aha. Ümumi olaraq deyirik ki, burada Kahoot-dan istifadə edəndə, məsələn, yenə də deyirəm, bölmə üzrə, mövzular üzrə suallar hazırlanır. Eyni zamanda biz ChatGPT-də də müəyyən suallar hazırlayıb onu Kahoot-da yerləşdirə bilərik. Yəni təkrar suallar kimi də ola bilər. Eyni zamanda hər hansısa bir yeni keçəcəyimiz mövzudan da ola bilər. Və burada deyirik ki, ən çox yeni mövzunun giriş hissəsində, formativ qiymətləndirmədə və komanda işinin motivasiyasında istifadə olunur ki, komanda işinin artıq orada ballar bizə göründüyü üçün müəyyən qədər ən üstünlüyü, məsələn, ən üst toplayanlar hansıdır, kim daha çox bal toplayıb, kim daha çox az bal toplayıb, bunlar hamısı lövhədə aşkar şəkildə bizim gözümüzün qarşısında olur və Kahoot nəyə görə bizdən yüksək internet tələb edir? Çünki orada qruplar və yaxud da fərdin hər biri ayrı-ayrılıqda internetə daxil ola bilsinlər. Yəni bir neçə nəfər həmin eyni anda Kahoot proqramına daxil olduğu üçün burada deyirik ki, güclü internet olmalıdır. Yəni yadımızda qalsın ki, sürətli qiymətləndirmə varsa, internet zəifliyindən söhbət açırsa, şagirdlərin tez bir zamanda, yəni ən əsas cəhəti budur ki, sürətli qiymətləndirmə olur. İnteraktiv şəkildə keçməsi, oyun əsaslı deyilsə, biz mütləq şəkildə burada Kahoot-u götürməliyik. Növbəti gəlir Quizzes. Quizzes nədir? Baxın, quiz əslində çox bizim istifadə olunan, yəni hər kəsin gördüyü bir üsuldur. Quiz belədir ki, burada şagirdlərə güclü və zəif tərəflərini müəyyənləşdirmək imkanı verir ki, şagirdlər bu da oyun əsaslı platformadır, yəni test əsaslı bir platformadır və bunun mahiyyəti ondan ibarətdir ki, dərsi biz interaktiv formada öyrənirik, rəqəmsal formada öyrənirik. Hansı ki, burada şagirdlər güclü və zəif tərəflərini müəyyənləşdirirlər. Eyni zamanda fərdi dərslər təşkil olunur, formativ, summativ qiymətləndirmələrin təşkili zamanı quizdən istifadə edə bilirik. Sürətli inkişaf var, açıq sual-cavab var, fərdi öyrənmə yolları var, sinifin səviyyəsinin müəyyənləşdirilməsi var. Hansı ki, KSG-lərin keçirilməsində, yenə də deyirəm, formativ qiymətləndirmənin keçirilməsində biz bu quizdən istifadə edə bilirik. Quizdə suallar toplanır. Bilirik ki, orada ümumi olaraq suallar verilir və testlər sayəsində uşaqlar müəyyən qədər həmin testləri işləyib, nələrsə əldə etmiş olurlar və hazır testlər olur təbii ki də burada. Növbəti gəlir bizim süni intellektimiz, hal-hazırda ən məşhur olan süni intellektlərdən biri ChatGPT. ChatGPT nədir? ChatGPT dərsin planlı şəkildə keçirilməsinə, sual-cavaba bizim üçün çox önəmli bir belə deyək, süni intellektdən biridir. ChatGPT belədir ki, yəni burada biz müəllim öz dərs planını quran zaman ChatGPT-dən istifadə edə bilər. Eyni zamanda şagirdlər üçün müxtəlif tapşırıqların hazırlanmasına ən çox qarşımıza çıxacaq tapşırıqların hazırlanması məqamında ki, müəllim tapşırıq hazırladı, mövzuya uyğun tapşırıqlar hazırladı, diferensial tapşırıqlar hazırlandı. Hansı ki, bu tapşırıq hazırlanmasını bizə deyirsə, tapşırıq hazırlanması mütləq ChatGPT-dir. Çünki biz o süni intellekt vasitəsilə, mən özüm də hal-hazırda, məsələn, mövzu ilə bağlı əlimə yeni də materiallar keçsin deyə, həmin orada şagirdlərim üçün, 4-cü sinif şagirdlərim var, onlar üçün müəyyən məqamlarda ChatGPT-dən istifadə edərək testlər və biraz məsələn məqamını çətinləşdirirəm, variantlarda çətinlik və yaxud da çətin səviyyəsi biraz asanlaşdırıb şagirdlərimin səviyyəsinə uyğunlaşdırıb istifadə edə bilirəm. ChatGPT yenə də deyirəm, müxtəlif məlumatların toplanmasında, eyni zamanda tapşırıqların hazırlanmasında, müəllimin dərs planını qurmasında, sual-cavab prosesinin aktiv iştirakında o aktivliyini təmin etmək üçün, yəni daha çox sual vermək üçün şagirdlərə ChatGPT-dən istifadə edə bilərik. Lakin
Bunun bir məsələsi var ki, belə bir məqam var ki, burada plagiatlıq ola bilər ki, ChatGPT-dən çox istifadə etdikdə plagiatlığa biz yol veririk. Yəni tamamilə orada olan məlumatları kopyalamaq olmaz. Təbii ki, ondan biz müəyyən məqsədyönlü şəkildə istifadə etməyi bacarmalıyıq. Və ən sonuncu Canva-dır. Canva for Education. Canva nədir bəs? Canva dizayndır. Yəni biz burada müxtəlif təqdimatların hazırlanmasında, posterlərin, bu da testdə qarşınıza belə çıxacaq. Təqdimatların hazırlanması, posterlərin hazırlanması. Yəni hansı ki burada təqdimatlar hazırlayırıqsa, posterlər hazırlayırıqsa biz Canva-dan istifadə edirik və Canva baxın, hansı ki biz burada inklüziv uşaqlar var ki, siniflərdə görmə ilə və ya eşitmə ilə bağlı falan varsa, biz müəyyən bu Canva-dan istifadə edərək çox mükəmməl şəkildə dizaynlı slaydlar hazırlaya bilərik ki, bu slaydlar vasitəsilə slaydlar şagirdlərin gözünün önündə olduğu üçün rahat şəkildə onu öyrənə bilirlər. Və yaxud da hal-hazırda Canva-dan, yəni bir çox istiqamətlərdə istifadə olunur. Reklam postlarının hazırlanmasında, hətta onlayn dəvətnamələr belə hazırlanır ki, bunlar hamısı Canva vasitəsilə. Müəllimlər müxtəlif poster yenidə deyirəm, təqdimat hazırlayan zaman, yəni bu Canva-dan mükəmməl şəkildə istifadə olunur. Canva hətta bizə deyirik ki, İş üçün CV falan hazırlananda da bu Canva bizim köməyimizə çatır. Və dərs prosesində də dizayn üçün, tədrisdə dizayn üçün, yəni dizayn üçün bizə lazımdır ki, uşaqlar üçün daha rəngarəng, daha materialı onlar üçün əlçatan etmiş olaq. Ümumi olaraq bu rəqəmsal vasitələr şagirdlərdən bunun istifadəsini düzgün mənimsətmək lazımdır ki, biz hansı məqsədlə istifadə edirik bunu. Yəni əsas məqsədimizi müəyyənləşdirməliyik. Məsələn, Kahoot deyirik ki, Kahootda müəyyənləşdirmək lazımdır ki, Kahootu rəqabətə çevirmək olmaz. Yəni biz onu rəqabətə çevirsək, tamamilə problemlər artıq yaranmağa başlayır. Və yaxud çünki qiymətləndirmə cədvəli var, orada uşaqların balları göz önündə görünür. Eyni zamanda məsələn dedik ki, ChatGPT-ni bütövlükdə plagiatlığa çevirmək olmaz və ümumiyyətlə hansı biz proqramı istifadə ediriksə, hansı rəqəmsal platformanı istifadə ediriksə, bunu məqsədimizi düzgün müəyyənləşdirməliyik. Yəni istər müəllimlər, istərsə şagirdlər bunun düzgün məqsədyönlü istifadəsinin mahiyyətini başa düşməlidirlər. Məsələn, bəzi müəllimlər ola bilər ki, ChatGPT-dən götürər bütövlükdə bu planlaşdırmanı tərtib edər, oradan yazar. Amma diqqətli olmaq lazımdır ki, yəni bu mənim sinifimin səviyyəsinə uyğundurmu? Mənim bu sinifimdə şagirdlərim bunu edə bilərmi? Ona görə də belə məqamlarda diqqətli olmaq lazımdır. Ümumi olaraq Canva-dır. Canva dediyi ki, bizə hansı məqamlarda kömək olur? Təqdimatların, posterlərin, rəngarəng dizaynların hazırlanmasında, ChatGPT süni intellekti, dərs planının qurulmasında, sual-cavabda, tapşırıqların hazırlanmasında. Sonra quiz dedik ki, burada həm summativ, həm formativ qiymətləndirmə zamanı istifadə olunur. Fərdi tapşırıqların hazırlanmasında, hazır testlərin olmasında, şagirdlərin güclü və zəif tərəflərinin müəyyənləşdirilməsində lazımdır. Kahoot isə oyun əsaslı öyrənmədir. Dedik ki, burada əsas funksiyası fərdi və qrup oyunları təşkil etməkdir, amma bütövlükdə təlimi oyuna çevirmək olmaz. Və Google Classroom-dur ki, bu da dərsin idarə olunması üçün, tapşırıq vermək üçün, qiymətləndirmək üçün bizə lazım olan üsullardan biridir. Differensial təlim üçün tapşırıq qrupları yaradılır. Müəllimlər və şagirdlər burada əməkdaş şəkildə işləyə bilirlər və birbaşa olaraq valideynlərin burada təlim nəticələrini rahat şəkildə izləməsi mümkündür.